Şaban, bir də məsələ var. Mən siz nəyə fikir verdim? Adamlar məsəl üçün də bir Çin maşını alsa, bir gəlir bir 25 min zat məsəl üçün qiyməti var təqribən. Bu 25 min baxır ki, mən 25 min verib təzə maşın alım. Çin maşını alım, yoxsa 25 min verim məsəl üçün Hyundai-ın hansısa da bir köhnə modelini alım. Düşünürsən də ki, bunu hansını alım bunu müqayisədə. Gedir bu təzəni alır. Əslində bu seçim yəni doğrudur yoxsa doğru deyil? Bu çox ciddi, böyük səhvdir və bunu dəstəkləyənlər də ölkəni uçuruma aparır. Nəyə görə? Sənin o ölkədə yaşayırsan ki, sənin orta yaşın, avtomobilin orta yaşı 18 ildir. Bu nəyə göstərir? Sən hər dəfə təzə maşın alanda düşünürsən ki, bunu 18 il sürəcəm. Bəs Kitayda neçə ildir bilirsiniz? 5,2 il. Sən niyə özünü Kitaylıya oxşadırsan? Sən niyə özünü Dubaya ya da ki Qətərə oxşadırsan? Vətəndaş olaraq sən niyə özünü ona oxşadırsan? Azərbaycanlı maşını alır təzə ona görə ki, hamısından soruşun belə deyəcək. Fisiyo qardaş, getdi bu 20 il. Yox, 75 il getdi. Litium akkumulatoru hansı kitabda yazılıb ki, gedəcək 20 il? Sən sürmüşsən benzinli maşın, sualınıza cavab verirəm. Uzun müddətli maşın sürmək istəyirsənsə, sadə texnologiya istifadə etməlisən. Dizel ya da benzin. Bu seçimdir. Seçim üçün baş lazımdır. Və əgər ki, kütləvi olaraq baş işləmirsə ki, işləmir. Bunun da sübutu var. Bu təhqir deyil. Azərbaycan Təhsil Nazirliyinin imtahanlarına gedin baxın. 3 dənə şeydən imtahan veririk. Ana dili, riyaziyyat və ingilis dili. Ana dili və riyaziyyatdan Azərbaycanlı uşağın yığdığı bala baxın. Ölkənin 60-70% standartı keçə bilmir. Bu sabah gəlib maşın alacaq da, düzdür? Hansı ağıldan alacaq bu? Bu o qədər mi bəsit şeydir ki, insanın həyatı boyunda ala biləcəyi ən bahalı şeylərdən biri maşındır. Nə qədər asaddır bunun qərarını vermək sizə? Elə mi varlısınız siz? Evlənir adam, məsəl üçün qohumdur. Deyir ki, sən Allah gedək bir zərgərə, indi yoldaşım üçün qırqızıl alacam. Da 3 min, 5 min, 6 min manatlıq qırqızıl alır ki, toyda görsənsin ki, gəlinə nəyisə taxıblar da. 7 dənə zərgərin yanına gedirik. Hamısı da deyir ki, qardaş, bu 375, 572, nə bilim, aşağı propdur da. Yəni, bu 3 dənə 9 qızıl döldü, bu saf deyil və bu qarışığı nədirsə, indi bu yarı qızıldır da, belə deyək. Nə qədər pul verir? 5-6 min. Təzdən qaytarıb onu 7 ildən sonra satsa 5-6 min də götürəcək. Yəni, batmayan bir sərvətdir. Amma maşın alanda, 30 minlik maşın alanda, bir dənə ağıllı adama məsləhət eləmək istəmir. Nə qədər rahatsız siz? Yəni, bu nəyin rahatçılığıdır? Siz axı paradoks göstərirsiniz millət olaraq. Bir tərəfdən 18 il orta yaşdır, bunun səbəbi var da, pulsuzluq və köhnə texnologiya, rahatçılıq. Düzdür? İkinci səbəb də odur ki, sən yeniliyə açıq deyilsən. Sənin pulun yoxdur çünki. Sən Dubai kimi olsaydın, Qətər kimi olsaydın, onda da görərdik ki, part maşını alırsan. Bəs bu indi təzə texnologiyalar var da, indi hibriddir, plug-in hibriddir, təmiz elektrikdir. Yəni bunu istifadə eləməkdir. Yaxşı, gəlin belə danışaq. Plug-in hibrid və elektrikin almaq səbəbi nədir? Niyyətli olmalıdır. Mən demirəm ki, almayın. Niyyətli. Məsələn, mən əgər ki, bilirəmsə ki, bir elektrik maşın, yük maşını, məsələn deyirəm, misal üçün, gündə, bugün, məsəl üçün, mən mal paylayıram və mənim şirkətim var, 10 dənə elektrikli maşınım var. Yox, dizellə işləyən maşınım var. Məsələn, Suzuki, illuram ki, adları, Isuzu. 50 min manat verəcəm, özümə Bartavoy bir dənə maşın alacam, düzdür? Və hər gün məndən 200-250 kilometr maşını sürəndə, məndən gəlirlər, deyirlər ki, məsəl üçün, müəllim, 50 litr yanacaq getdi. Başın çox işidir axı yük maşınları. 50 litr yanacaq bugün dizel neçədir? 1 manat, məsəl üçün deyirəm, dəqiq rəqəmlər olsun deyə deyirəm. Elədim 50 manat. Gündə 50 manat və mənim 20 dənə maşınım var. Gündə 1000 manat edir mi, qardaş? Ayda 30 min edir mi? İldə 360 min edir mi? İndi belə bir şey təklif edirəm sizə. Olmazmı ki, 360 min manatlıq elektrik maşın alaq və sən yanacaqdan qurturaq. Sən zaten gündə sürürsən də. Elektrikin şərti var, elektrik gündə sürülməlidir və sağlam texnologiya olmalıdır. Onda qazana bilərsən. Plug-in hibridin şərti var. Hibridin də şərti var. Mən o şərtləri haradasa sizə izah elədim, yüngül də olsa. Və sizin seçiminiz nə oldu? Benzin. Sonra dediniz ki, bəlkə də hibrid. Okey, ikisinə də razıyam sizə. Amma biz onu seçdik axı. Sizin normalarınız əsasında biz bunu seçdik axı. Deməli, nədir? Seçim eləməkdən ötürü baş lazımdır, baş. Uşaq oyuncağı deyil bu.